Çox çəkmədi ki, Həzrət Məhəmmədin vəfatından sonra Qədirxumda iştirak edən səhabələrin bir qismi Əlinin ondan sonraki canişinliyini inkar etdilər və Əbu Bəkri xəlifə kimi tanıdılar. Xilafət hakimiyyətinin ilk tədbirlərindən biri fədəyi Həzrət Fatimənin əlindən almaq oldu. Fatimə məclisə gəldi. Birinci xəlifəyə Quran ayələri, habelə Peyğəmbərin sünnəsi ilə dəlil gətirdi. O, hamının qarşısında isbat etdi ki, fədək onun danılmaz bir haqqıdır. Amma ətrafdakılar birinci xəlifəyə belə bir narahatlıq təlqin etdilər ki, fədəki Fatiməyə geri qaytaracağı təqdirdə bundan sonra xilafəti də Əliyə qaytarmağa məcbur olacaq. Fatimə vəziyyətin və xilafətin gedişatını bu şəkildə görüb davamlı müraciətin səmərəsiz olduğunu anladı. Cəmaata və səhabələrə son sözünü demək üçün məscidə yollandı. Fədəkiyə xutbəsi adlanan xutbəsində fədəkin onun haqqı olduğuna dair əqli və nəqli dəlillər gətirdi. Sonra isə xilafətin və fədəkin qəsb edilməsinə dair ədalətli mühakiməni qiyamət gününə həvalə etdi. O dedi: "Daha mənim sizinlə və bu dünyanızla bir işim qalmadı." Birinci xəlifənin xilafətindən bir müddət keçmişdi. Lakin çoxlu təzyiq və keşməkeşlərə rəğmən Həzrət Əli hələ də ona beyət etməmişdi. Əli təkcə Həzrət Məhəmmədin kürəkəni deyildi, həm də ilk müsəlman kişi, habelə Bədir, Ühud və Xeybərin fatihi idi. Həzrət Məhəmməd səhabələrdən heç biri barəsində onun qədər fəzilət danışmamışdı. Elə buna görə də onun birinci xəlifəyə bir müddət beyət etməməsi xalq üçün sual doğurdu. O həddə çatdı ki, xilafət hakimiyyəti üçün ciddi siyasi bir böhrana çevrildi. Nəhayət, tanınmış bir səhabənin başçılığı altında güc qüvvələrindən bir dəstə Əlinin evinə göndərildi. Onu əli bağlı şəkildə beyət etmək üçün apardılar. Bu hücumun nəticəsində Fatimə özünü Əliyə sipər etdi. Nəticədə ağır yaralandı və bətnindəki körpəsini saldı. Nəticədə aldığı yaraların ardınca bir müddət ağrı və xəstəliyə dözdükdən sonra dünyasını dəyişdi. Həzrət Fatimə şəhid olmamışdan öncə vəsiyyət etmişdi ki, ona zülm edən, qəlbini sındıran və qəzəbinə səbəb olan şəxslərin cənazəsində iştirak etməsini istəmir. Habelə istəmişdi ki, Əli onu gizlicə dəfn etsin və dəfn olunduğu yeri də bir sirr olaraq saxlasın. Tədqiqatçılar belə hesab edirlər ki, Həzrət Fatimənin məzarının gizli qalmasında israrı onun son və ən böyük siyasi təsiri idi. Çünki gələcək nəsillər hər dəfə onun qəbrinin niyə gizli qalmasını soruşduqda cavab olaraq Fatimə xanımın qısa və Həzrət Peyğəmbərdən sonra ağrı acılı həyatının hekayəsini eşitsin.